Akşamınız xeyir, hoş geldiniz. Hoş geldin gülüm, salam. Deryama hoş geldin gülüm. Her yarpağı sen kapar. Çiçek olur, güneş gibi. Işıklı sabahına hoş geldin gülüm. Her yarpağı sen kapar. Çiçek olur, güneş gibi. Karpuz pız pız. Uşaqlar hoş geldiniz. Karpuz 1 manat 20 qəpik kiloyu. Əleyk salam. Kesin de olsun, kesin de olsun. Hoş geldin gülüm, her yarpağı sen kapar, çiçeği. Neçiye sözünü filtreleyeyim. Da ne alanda neçiye demeyeyim. Bir dolu geçiye. Bu gala kaşlı gala çünkü kaşlı gala. Gözlerim yaşlı gala. Akşamınız xeyir. Qoyun çox sağ ol canım. Mən Gəncədəydim, indi gəlmişəm. Foresta Mebelə getmişdim. Dedi, şeyini verəcəyik sağ. Nə deyirsiniz?
Zala stol. Bu. Mənim dəsmalım sənin ağzından təmizdir. Bismillahirrahmanirrahim. Gör içinə tər çıxır. Partlamadı ama. Ağappıq. İdarə eləyər. Turgan konuşuyor. Benim gözəl qonşum. İndi bax bir dəqiqə çatmışam, canlıdayım, qarpız kəsirdim. Gəl parasını da sən apar. Yaxşı çıxıram. Qoy parasını verim daha Türkan sən. Xarab olacaq Allah haqqı məndə qalıb. Yaxşı, gəl. Yaxşı. Adama benim. Konuşum. Adamın Tima kimi komşusu oluyor. Yine Özbek yemeğini. Nerede çıkıran başka? O ne dayı? Uşaqlar, qonşum görünmələr. Dadlı yemeğe karşı şirin teşekkür Bel eləmə də mən pis olurum Allah. Görürsən, indi gör qarpızın qabığından oynayacağım değil mi? Çox sağ ol, təşəkkür edirəm. Əlinə düşər. Tuttum, sağ ol, çox təşəkkür edirəm. Çok sağ ol. Sağ ol. Qonşum gördü. Sağ salamat. Adam belə bir... Adam özünü pis eləyir, belə qonşu. Gör siz nə gözəl qonşum var, ay uşaqlar. Bağlamadım qapını. Bilirsiniz bu hansı qonşudur? Mən bura gələndə mənə çay vermişdi. Ay uşaqlar, adam özünü çox pis eləyir. Bilmirəm nə tortudur. Güzel değil mi? Benim Kraliçe, Kraliçe, Madonna komşum.
Az bəxtəvərəm, Allah haqqı. Bir qonşum var ki, gəl görəsən. Dünənlərim nisüryozlu üçqancıq dolması vermişdim uşaqlar. Bu boş qabın içində. Görün nə alıb verib mənə. Allah haqqı, halal olsun elə qonşuya. Vallahi. Mən bura köçəndə yadınıza düşür, bir stəkan mənə çay gətirib vermişdi. Bax, həmin qonşusudur. Bax, mən onun borcundan nətər çıxacağım, ay canım, hatayı millət. Mən o qızın borcundan nətər çıxacağım, az. Ajami, Gəncədən gəlirəm. Belə yeyirsən, bu nətər yeyirlər bunu? Belə. Koftan deyirsən. Az mənim evimdə çölüm bilinir ki. Qəşəng konuşum da. Gəncədən gələnlərik. Halda nə alım? O qıza elçi gedək. O qıza elçi geçsək, onun figurasının yanında mən sönük durarım. Tortun üstüne yazılıb başa düşmədim. Elə bilirəm ki, şeydir. Elə bilirəm ki, bu nəsə başqa şeydir, başa düşün. Dadlı yeməyə qarşı şirin təşəkkürlər. Yazıq ki, dadlı yeməyə qarşı şirin təşəkkür. Az nədir, 3 dənə dolma vermişdim da, ay bacı sana. Elə yazılıbdım. Ay bacı, mən diskomfort hiss edirəm özümü. Mən bunun altından nətər çıxım, bax, mən yazıq. Oxumadım üstünü. İndi oxuyuram, deyirlər oxu. Yo bacı, bunun şeyi, ona nə deyirsən? Bunun yükü çox ağır oldu bacı. Bekle beni qonşum. Niye? Niye ki gülü? Ben qonşu qardaş deyim, xanımdır ona.
Yazırlar ki bacı demə. Ben ne diyeyim? Qonşu xanım teşekkür edirəm. Bəxtin açılsın qoy görək. Az o sürdüyüm maşın mənim evimdən bağlıdır. Bəxti açılsın. Qarpızın içi aldım. 1.20'ye Arazdan. Onda zalım da hazır olsun. Qonşumu çağıraram. Qəşəng. Qonşuma qəşəng çay qonaqlığı verərəm. Bir dənə də hədiyyə mən alıram. Tortu qonşum. Pendir motal pendirdə. Cildimə pendirlərdən deyil. Orijinaldır. Qatıq tanıyan deyiləm, yalan deyirəm, amma pendir tanıyanam. Ramal neyince, o kim bu kadın var, müstəfil içdim. Neslimdə, kökümdə, qırılmışlarımda, keçmişimdə, dostlarımda, qohumlarımda, qonşularımda Ramal adında adam tanımıram. Gətirim üstündən də qara ikramla çörəyin üstünə yaxım yiyeyim. $5.000'ə qara ikram almışam. $5.000. Afrikada çox sağ ol canım. Hardan almışam pendir? Pendir çoxdandan var idi, xaldəkdə qalmışdı. Dedim görüm bunu nətər yiyeyim. Ramal deyir, ona maşını hədiyyə edəcəm. İskəndər atın bloka. Pox yer Ramal maşını hədiyyə edir sənin ağzından. Atın bloka.
Mənim maşın hediyə. Pişmiş deyə onu gülməyə gəldi. Oftal çox sağ ol canım, Nuray çox sağ ol. Gətirin 5000'lik dilə söz sözümü yay başında. Gətirin 5000'lik çörəyimi ikramın üstünə yaxın görün nətər olur. Bak 5000 pul vermişəm. Bak bu boyda şey 5000 pul vermişəm. Dollar. $5000 bak. Orijinal qara ikradı. Yürü yaz. İmtiyazsiya edilmiş balık məhsulu aromatize ve pastelizme edilmiş suni her bir pendirin ikra olmağı söyle ya. İkrana pendir yemeği olmaz. Gram 100 mark 5000 pul vermişim. Kim deyir olmaz, nə əlaqə? Bəlkə olmaz, mən öldürmək istəyən hasta. Sən mütləq arzumun izləyicisən, gəlmirsən təxribat törətməyə burada. Git. Ben bir damlasını almışım canım 5000'e. Bu cürüm al. Pervin çok sağ ol canım. Bunlar neden? Ne bileyim hazır üstünde ne yazılar? Mən alladıqlar az. 3 manat 20 qəpik. Siz orada 3.20 yazıldığına baxmayın ben. Karpuzu da Araz'dan almışım. İkramda. Birisi hansı Araz'dan. Buradan Gəncəyə geçseniz Gəncəyə girişində Araz var. Bak oradan 1.20'ye almışım. Kilo 1.20'de. Tozlu çayla içeceğim. Ben bu
Güzel konsumun tortunu neter yiyeyim, az kıymıram ya. Bunu story paylaşacağım. Milletin pulunu yer, burnundan gelsin. Az milletin pulu gedir, seni niye canın çıxır? Ha? Spam geldi, bağlayıp tezden açacağım. Ne güzel yedim abi. Şükür. Belediye yağışsa yağmur barışa. Hiç ne yoktu. Yaltaktan gülün yaltuşkalardı. Bilmirsən, TikTok'da canlı açanların 99,99% yaltuşkalı. Bilmirdim ben bunu. Eşk olup bitmişti bak. Kebabım var ya az burada. Dün pişirdiğimden. Rüyam planlı da.
Gülü söymeyen atmasa size. Uşaqlar, qonşuma dönən Nisirios'un şkancıq dolması vermişdim boş qafda. Çünki şey almışdım, axı, ət çəkən maşın almışdım onu, ət çəkmək üçün. O da Nisirios'un şkancıq dolmasına görə bunu mənə gətirib. Yazıbdı. Dadlı yeməyə görə şirin təşəkkürlər. Sağ ol. Şimdi çay çək. Sonra kömür koyuyorum. Kestim. Bakın, göz, ağız. Gülücükler.
Muscatanı. Bunu da içeyim Ayşaklar yoksa ne de içim güzel olsun. Peki bunu da içeyim. Yoksa peki bunu da içeyim. Bunu da içsem yok onu da içeceğim. Koymuram. Benim değil mi? Vermeyeceğim. Kuru ikisini vermeyeceğim. Benim değil mi? Vermeyeceğim. Benim değil mi? Vermeyeceğim. Kuru ikisini vermeyeceğim. Botoksum yavaş yavaş efektini göstermeye başlıyor. Bunları hardan alıram? Asla değil ama sen ne varsa, neyirsən, ne işlem. Bəlkə saxlayanım var, bəlkə pul bıraxanım var, bəlkə məni saxlayan var, puldan penadan bıraxır, baxsır bərdən ayna pulu, penanı. Ne inirsən az? Ne mova? Görsən ne güzel qonşum var mova? Bıçaq, yaxşı elədim. Bıçaq da. Deyir limon bıçağı şey eləyir. Nə deyirsən? Körləşdirir. Körləşdirir şeyim var. Bıçaq diləyənim var. Heç bir iş görmək istəmirəm. Bu günlərim mənim şeyim günümdür. Nədir o? Nə deyirlər? Natəmiz günümdür. Şirə oldu, şirə oldu. Nə olacaq şirədən? Oy, az bir tortun parasını aparım kesin verim qonşuma. Uşaqlar. Aparım verim. Deyim ay qoşsa tort getirmişəm. Az yol ağı eləyirəm da kiri. Elə şey olmaz. Apar. Tortu verib, ma aparım nə verim ona tortu. Ma verdiyi tortu aparım qatarım verim özünə. Bahalı adamın bahalı tort olar tabaca. Nədir tort? Nədir tort? Tortdu. Nətər nədir tort? Tort nədir? Tort tortdu. 55 çox sağ ol. Nəlidir? Qaymaqlı da yoymuş.
Qaymaklıdır məncə. Qaymaklı. Yox, ay baş, bərdə də yağışda, heç nə yoxdur. Bakıdan canımı yaxşı qutardı mənim. Sağ ol 55, teşekkür edirəm. Bakıda verdim sizə. Anam yaxşı, çox sağ ol. Gedin. Gedin o Bakının seli, suyu, tozu, kirli havası, küləyi, yağışı, probkası, bahatçılığı, o da siz. Yerin. Canım elə qutardım, elə qutardım. Anamdan hər başım bir qalır. Sen ötürü öldü Bakı. Hiç mən də Bakıdan ötürü ölmürdüm. Ürəyim gedir də, daha Bakıya gedəndə ürək getməyə düşürdüm. Bakını görən kimi. Bakı gezməkdən ötəri yaxşıdır. Bakı gezməkdən ötəri yaxşıdır. Ayda, ildə, 100 ildə bir dəfə gəldin, gezdin, dolaşdın, qayıtdın evə. Vay ola ki, binaların həyətinə girəsən, çaşasan. Binaların üstü ağlay, baxırsan, ay Allah, bu hansı əsirdən qalıb, bəh, 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 binaların çaşır içinə girdin, elə bir içinə, qırr eləyiblər elə bina. Vallahi mən bir ilim, 32 yaşım var, mənim bir ilim boşa getdi. Bir ilim, elə bir çox bir ili yaşamamışam. Bir ili həyatımdan sildilər. Bir ili mənim elə bir həyatımdan sildilər. Mən bir il Bakıda yaşadım, satdım evimi, getdim Bakıda yaşadım. Qaz vurub qazan dolduracaqdım, köpək oldu, nə yaşayır? Elə bir il mənim boşa getdi də, mənim ziyana getdi elə bir ilim, bir ilim. Nahaq getdim. Əlbəttə ki, nahaq getdim. Mən o vaxt evimi satmışdım, elə mən Bərdədən də ev almalıydım. Başa düşürsünüz? Amma Binəqəddən aldım ev, qaytardım ev. O ev qalsaydı, hə, o başqa söhbət. Elə bir mənim bir il xırdalandı, mənim elə bir birlimi çöpə attınız, zibilə. Ya mən Bərdədə elə evimi satmışdım ki, mən elə Bərdədə ev axtarardım. Rayon qəşəngdir. Əlbəttə ki, rayon qəşəngdir, ay başa. Təbiət, havası təmiz, gözəl torpaq, qara torpaq.
ondan sonra komfort, rahatçılıq, istirahət, mədəniyyət, ondan sonra nə bilim hər şey, gözəllik, yeməklər, içməklər, təbiilik, nə bilim hər şeyin ən gözəli rayon. Şir çox sağ olun. Onda elə demirdin, ay mən başı elə bildim ki, Bakıya gedəcəm, sən qaz vurub qazan dolduracam. Ta inatsan da 5 dəqiqə dayanmayacam, ayağım yerə dəyməyəcək. Az bütünlüyünü orada, burada, nə bilim, hay, huy, milyarder, oliqraf həyat yaşayacam. Heç getdim ağzıma sıçandı. Neydin amaz? Ya bu cür həyat, təbiət, cikilti, cit. Bu yaxınlarda Bakıdaydı. İşim var idi, ona görə gəlmişdim. Nətər, bax, biri nə yazmışdı, düz yazmışdı, bax. Getdin kabab qoxusuna eşək dağlanır. Ay, sağ olun mən. Az deyin gör fırtılığım zadım ağzı. Ax, töküldü amız bağızımı deyim. Az yox, dərd orasıdır ki, cəmaatın imkanlı adamlar da var da, Bakıda çox imkanlı adamlardır. Təsəvvür milyonları var, milyonların içində sürünürlər ay Bakıda. Təsəvvür sənin milyonun ola, sürünəsən Bakıda. 35 ildir biz bu Xırdalan Bakı deyil, ayrı şəhərdir. Az da nəfər var, Bakı yiyib gəlirdim, oradan taksiyə oturdum, Bolta oturdum, girdim, düşürdüm oradan. Yağış yox deyək. Xeyrə qaçacağım. Bakıda Ağcaqanat adamın anasını ağladır. Az Quran oldusun xırdalını mən bir dənə milçək tapmadım səsini eşitməyə. Allah haqqı küçədə, evdə. Evdə bir milçək tapmadım az, mən küçədə bir milçək tapmadım. Gəldim milçək vızıldayır səsini, deyirəm qoy vızıldasın, gözəldir. Uşaqlar, bir sən nətəri yerdə mən yaşaya bilmərəm. Sizi də qınamıram. Ha, məsələn, Bakıda yaşayırsınızsa, məsələn, siz gəlib kətdə kəsəkdə və səl üçün belə çox belə yerlərdə yaşaya bilməzsiniz də, mən də gedib yaşaya bilmərəm. İndi siz bilmirəm, bərdəni çoxunuz yəqin ki görməmsiniz.
Bilirsiniz, Bərdədə hər şey var. Bütün mağazalar, marketlər, bazarlar, nə bilim da ağlınıza gələcək hər şey var Bərdədə. Ona görə Bərdə sıxıcı deyil. Bakıda tapa biləcəyin hər şey var Bərdədə. Ona görə bir gün Bərdəni göstər bizə. Bir də bunu deyim sizə. Bərdə çox qəşəngdir. Bərdədə o məsəl üçün Bərdə videosu, Bərdə yazırsan, Bərdəyə baxmaq istəyirsən, sənin qabağına videolar gəlib çıxır, uşaqlar. 41-45-in videoları, nə bilim, dronla, muronla çəkilir, elə də solğun, bol, elə belə düşübdür. Amma əslində Bərdənin daha da gözəl çəkib göstərə bilərlər. Elə bir video mən görməmişəm. Çox səliqəli, çox qəşəng. Elə də çəkib göstərmirlər, bacım. Olduğu kimi çəkib göstərsələr, hə, əlbəttə gözəldir. Bərdədə olan restoranlar harada var? Heç bir rayonda yoxdur. Bərdədə minlərlə restoran var. Otaqların ışığını söndür. Hə, yadımdan çıxıb. Yatacağım olsa uyuyacağım. Gülünüz olmaz. Azərbaycan hər bir yer. Allah gözəl eləsin hər yerimizi. Tək yaşayıram, bəli. Hilal çox sağ ol. Tərtər daha qəşəngdir. Bax, tərtərin bir işini sevmirəm ki, sevmədiyim şeylər, mən açıq sözlüyəm, heç kimdən qorxmuram, çəkinmirəm. Sevmədiyim şeylər var tərtərdə. Bilirsən nə tərtərdə, uşaqlar, axşam saat 7-dən 8-dən sonra tərtərdə elə bir küçüyə çıxsan, elə başına bir hadisə gəlsə, bir dənə maşın tapıyasın, səni hardasa gözü farabarsın, farasa aparsın. Hə, bütün dükanlar bağlanır. Bir dənə ortada dükan var, nə mazı açıq olur. Hər yer bağlı, heç nə yox. Amma Bərdə yox, Bərdə tərtərdən gəlirsən, gecə saat 1-də, məsəl üçün, tərtərdən restoranda oturmuşsan, yer içirsən, qalib gəlirsən, məsəl üçün, Bərdəyə. Tərtərdən bir dənə insan yox, təsəvvürlə çöldə. Bərdəyə gəlirsən ki, Bərdə qaynayır, qarışır, maşınlar gedib gəlir, belə qəşəkdir. Anam evində harada olacaq? Mən tək yaşayıram. Bərdə əslində şəhərdir. Niyə rayon adı qoyublar, bilmirəm. Tərtərlə Bərədənin arası 15 dəqiqədir dəsən. Buradan bolt vurursan ora 4 manat yazır belə. Tərtərin bir işi gözəldir ki, məsəl üçün yayda elə bir deyən ki, Bərdə ot suf yanacaq, tərtər olacaq sərin. Tərtər sərin yerdir. Həm də tərtər su qovuşana yaxındır da. Tərtərin insanları, nə bilməm, Azərbaycanlıyıq da hamımız. Ürəyim darıxmır. Başı darıxsa nə qayıracam, darıxmasa nə qayıracam. Birincisi mən birisi nətər insanam. Mən elə bir, mənim qadağalarım olan bir insanam. Ona nə deyirlər? İzoliyə biriyim, izoliya. Bizdə nə deyirlər ona? İzoli.
Yəni mən bilirsən nətər insanam. Mənim özümə qarşı qadağalarım var. Mən hamı ilə otura bilmərəm. Məsəl üçün hamı çağırdığı yerə gedə bilmərəm. Ondan sonra hamı ilə ünsiyyətdə ola bilmərəm. Hamı ilə dostluq eləyə bilmərəm. Ondan sonra hamını evimə buraxa bilmərəm. Ondan sonra məsəl üçün çox şeylərim var. Məsəl üçün mənim özümə məxsus geyimlərim var. Məsəl üçün mən ona baxdım, buna baxdım. Məsələn, Velizara baxdım, Velizar kimi giyinim. Yox, mənim hərənin öz şeyi var. Mənim çox kapalı bir insanam. Məsəl üçün, canlı yayımda darvazamı örtürəm qapımdan içəri. Hay, huy, zırt pırt bu öz aramızda qalır. Məsəl üçün, mən çölə çıxdım, yəni mən tamamilə dəyişirəm. Məsəl üçün, bilirsiniz, zamanı elə bir zamanədir ki, bilmirəm, mən hər şeydən uzağım. Mən sevmirəm çox ətrafımda insanlar olsun. Çoxluq paxluqdur. Çünki uşaqlar, indi sənlə dostluq eləmək istəyən insan bilsən nətərdir, öz mənafeyini güdür. Demirəm, güdməsinlər. Düzdür, hamı öz mənafeyini güdməlidir. Amma yaxşı mənada güdsələr daha yaxşı olar. İndi bilsən, tanımaq olmuş. Tanısan belə tanımaq olmuş. Mən eləmək istəmirəm də. Elədiklərimi də görmüşəm, nədir, indi iş verəm gedirlər. Neyinirəm? Neyimə lazımdır, ay baş? Ac qarnım, diş qarnım, oturmuşam bir loğma çörəyimi buradan qazandıram, yeyirəm, şükür edirəm Allah. Neyinirəm? Neyimə lazımdır? Neyimə lazımdır? Az oturmuşuq, evimizi, işimizi düzəldirik. Pulumuz var, düzəldirik. Pulumuz yox, deyə oturmuşuq canlıda. Varımızda yeyirik, yoxumuzda oturub ağzımızı ayırıb baxırıq. Neyinirik? İdmana get. İdmana özüm başlayıram. İdmana özüm başlayıram. Nəyə gedirəm az idmana? Qarnımı əridəcəm. Biraz qarnım çıxırdı. İştahsa da almışam. İdmana başlayıram. Sən niyə ərə getmirsən? İndi bax, görün, qardaşının zadına gəlin, baxdırım mən uzaqdan, xoşuna gəldimsə, hə, problem yox. İndi canlaşmışam, görün, qaynanalarım baxsınlar da, indi görüm, indi biri çıxacaq mən özünə gəlin eləməyə, qaynanalarım indi burada otururlar, mənim işimə, gücümə, oturuşuma, duruşuma, danışıma, baxırlar, görüm, oğullarına nətər gəlin olaşam. İndi sən də indi istəyirsən də oğluna gəlin olmaq, indi bax da, canım, indi gör, əgər, mən, amma bilmirəm, sən olcundur, narkoman oğlumu neyinirəm, az mən. Burnu poğunu yiyən neyinirəm, az mən. Ştanksa da almışam, şu an başlayıram idmana. Bəyək 2 dəfə elədim, şişib, şişib. 2 dənəsini aldım ki, qarnımı əritmək üçün. Güzel çıxır ağzına bax. İndi birazdan bax belə duracaq, dik duracaq. İndi ölüb. Prosto biraz dikələcək. İndi sabah bax 10 dəfə eləyəcəm, sabah baxın görün nə boyda olub. Bax, qolum qırıldı. 1, 2, 3, yekələcək, balaca qalacaq. Qoy ikisini aldım ki, biri yekəl, bir balaca qalmasın. Deyəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. İndi ben sabah duranda baxıb görün nə boyda olub. Şif nə boyda olub. İndi biraz yekəldi. İndi belə durmurdu, indi belə deyilib. Belə duracaq. İndi baxın istərdi qarnım görün nətər əriyir. Gündə 10 dəfə eləyəcəm. Yorma özünü. Yox, çox yormuram. Göy olanlar, nə heç olmasa göy olanlar yekəydi. Bax. Qaldırdım orada biraz ştanq elədim. Çox yekəydi. Ona görə balacasını götürdüm. O yekələri qaldıramıram. Mən yekə şey xoşlamıram. Mən balaca şey xoşlayıram.
neçə litr daha az? Ara yazılır alır. 2 litr, hə 2 litr. O bizlər yəqin 4 litr zatıymış. Bir sigaret fıskırdım. Pəncərəm də açıq qalıb, eyb yox. Gənciyə belə getmişim, ya hər yer açıq qoyub. Bobby nə edir, o da onu edir. Da Respublikada indiyənə kimi idman yarışları keçirilmirdi. İdman keçirilmirdi. Respublikada idman kompleksləri yox idi. İndiyənə kimi heç kim idman eləməmişdi. Suiti getdi idman eləməyə. Respublikada prezident qərar verdi ki, idman kompleksləri açılsın. Hər yerdə hamı iştang eləsin. İdman salonları açılsın, fitnesslər açılsın. Da gör şeyə gəldi cəmaət az. Göre da. Filtrizm. Qolun tükünə baxaq. Tüküm necə oldu? Səni gördü, qaxışdı, girdi içəri. Mənim tüküm kirpi kimidir, gizlənir. Oxatan kirpidir. Salam. Necəsin ağaları var? Mənim qolum lazer, qoltuğumun altı lazer, boynumun dalı lazer, boynumun altı lazer, yanağım lazer, bax buralarım lazer, sinəm lazer, sinəmin arası lazer, qarnım lazer. Neynirəm az, qılçamda tüy saxlamışam, bəsdir, əsas oldu. Tüylü nəyə lazımdır? Kişi tüylü olardı ana. Mən tüylü xoşlayıram. Ona görə də qılçamı tüylü saxlamışam. Şaxaya hərə bir dənə gül atsa 40 dənə gül yaxşı olacaq, tamamlayacaq hədəfimizi. Kişidə sən yox. Şübhəm var, mavusayır. Problem yoxdur. Evimin yerini bilirsən. Çox sağ ol, Ağlarova, cibin dolu olsun, Allah var eləsin. Ləman, çox sağ ol. Çox sağ ol, Ağlarova, tamamladıq. Qəşə bir ütü istəyərəm. Anam yaxşıdır, çox sağ ol. Sən də obrazdasan. Ne gözəl şeydir, deyirəm, sizi aldatmaq yaxşı şeydir. Kim nə qayırır, kim neynir, hamı deyir obraza girmişim. Az obraz nədir? İnsan 7-sində nədirsə 70-i də odur. Bəli, ola bilər ki, TikTok'dakilərin çoxu 99,99%, yəni canlı yayım açanların 99,99%, bəli, obrazdadır. Biri çayxanada əxlaqsızlıq eləyirdi, obraza girib, güya burada mələk ana, qadın roluna girib, olub qadın obrazdadır. Çayxana gülü obraz olub. Biri min hoqqadan çıxıb, hər də eləyir obrazdadır, güya burada şeydir. Düz deyirsən, hamı obrazdadır buradakilər. Min ildir gedib hoqqa verənlər indi gəlib burada obraza giriflər güya. Obrazda deyirlər, obraza giriflər TikTok'da. Ki biz qeyrətliyik. Obraz qeyrətinə giriflər. Vallahi.
Realda iş görüp üzüne tükürmeyeceğiniz adamlar yine TikTok'ta adam olurlar. Göğe obraza girifler. Dökülmüşdür ora. Kimdə? Elə 99,99% TikTokerlər. Kim olacaq? Ne işləyirsən? TikTokda işləyirəm. TikTok mənim iş yerimdir. Aleykümselam. Bu üstteki nörbeki ne olur? Uy. Kuşların sesi gelir. Git yat canım. Çok sağ ol Sevgi. Ekranda tıklamırsınız. Xeyrə qarşı. Forest Mebel dedi ki sağ bir dənə gözəl, wow bir dənə qabaq stolu ilə oturacaq stolu hediyə. Bu yaxınlarda. Səhər tez açım. Saat 3 işləyib. Hardan tez açım səhər? Yo, bura ada stolu getməz. Elə bu pofiklər bura yaxşıdır. Nicat Əskər gedəcək. Az onu mələdəcəklər ya orada. Mələdə şaqada hər gün səhər tezdən saat 6-ya elə bir günə ki 2 dəqiqə qalınmışdır qızacaqlar yuxudan. Saniyə ilə əynini geyinəcək. Qaça çıxacaq çölə. Qarı bilməyəcək, soyuq bilməyəcək, isti bilməyəcək. İdmana düzüləcək, idman eləyəcəklər hər səhər tezdəndən. Bir saat idman, Nicatı orada mələk ləhlədəcəklər səhərin göz açılmamış. Cəmal xor yatanda Nicat orada idman eləyəcək səhərin göz açılmamış. Ondan sonra qaça saniyə ilə gələcək, girəcək içəri. Saniyə ilə əynini geyinəcək. Saniyə ilə üzünü qırxacaq, hər gün üzünü qırxacaq. Xart. O skepli yüzü qırxandan. Xart nə günə düşəcək, başı üzünü qırxmaqdan. Az gedəcək oranın yeməklərini bir zülümlə bir də yeməyəcək, axırda ürgəşəcək. Mən o vaxtda oraya gedəndə tez-tez gedin yeməklərini yeyə bilməm, öyürdüm. Az nə qədər yemək yeyəmədim. Mən bəlkə də arıq quşqurquru çöpə dönmüşdüm belə. Sonra maçınaydı şaşmaq istədilər ki, qəsdən sağlamına zərər vermə. Yəni sonra da başladım yemək yeməyə. Sonra ürgəşdim. Sonra çox arıq idim, mən silotka şey idim. Sonra muaz sər idman, yemək, sonra başladım bir topuşlaşmağa, bir çıqqılı. Nicat. Hazırlaş. Ayda oğlumun əsgərliyini düşündüm, ürəyim dayanacaq. Az nəyə dayanırsan da məktəbdən elə bil. Elə bir Oxford'a gidib. Rejimdir də uşaq, rejim. Elə bil dəyişməz rejimə düşürsən. Eyni rejimə. Dəyişmirsə rejimin dəyişmir. Eyni şeydir rejimin. Bir dənə 6 bazar dəyişir rejimin. 6-cı günü. Hər gün saat neçədə yatırsanız 10-da 11-də yadından çıxıb az. 2013-cü ildə əsgərdə olmuşam. Bir dənə 6-cı günü deyəsən daha tez yatırsan 10-da deyəsən.
Elə əskərliyi elə yatmaqla qurtarmırsa, nariyat çıxassan, səhər 24 saat oyaq qalmaq söhbəti var. Cəfərli, çox sağ ol canım. Mənim adımı çəkməyə oradan incə. Bir də mənim adımı çəkərsən orada. Səni bindi biyavır olarsan. Bindi. Bax, denə TikTok-a zada girmirəm. Ha, orada TikTok zada çəkmə. Mənə başım çıxmır elə şeylərdə. Denə, mən ev uşağıyam mən. Denə, məktəb oxuyan, belə ziyalı ailənin uşağıyam mən. Özüm orada şey tanıtma. Ha, TikTok, miktok, heç nə. Salam, ananız harda təksiniz? Xanım, elə tək yaşayıram da. Patinka ilə, patinka davanını döyəcək. Bay. Davanınla bax, bu boyda bir şey çıxacaq. Vay. İyi verib iylənəsin. Yağış da yox. Bax, qaşın mağazada ağlından keçdim, ha, hecat. 30 il iş verəcəklər sana. Ferrari. Haradasan? Evimdə. Dolardan ha. Adını Ferrari qoyacaqlar. Elə bir yəni ki, bir ilə qarşı 30 ili gözümün qabağına gətir. Bax, yenə deyirəm, TikTok adı çəkmə, mənim adımı çəkməsən. Yətdi şəkildə. Azərbaycan telefon işlətməyə olmur. Deyirəm, TikTok adı çəkmə. Yazıqdır, niyə qorxudursan? Qorxutmuram. Niyə qorxuduram ki? Bilmir yaxma hara düşəcək. Nizamnaməniz adı üzrə oxuya bilir. Mən hələ oxuya bilmirdim. Hərfliyə öyrənmişdim. Andişməni indidən yaz öyrənməyəcək. Orada gediniz çətin olmasınsa. Əzbərlə. Andişmiyə 40 gündən sonra andişmən olacaq. Denə deyəsən ki, silah götürəsən əlinə deyəsən, and içirəm. Silahım üzərinə. Sənin adını çəkəndə nə olur ki? Mənim adımı çəkəndə... 3 ay olur andışmə. Nə bilmez yadımdan çıxıb az. 2013-cü ildə olmuşam, 2 il keçib aslında. Tim, bugün səni bəlkə də görməyəcək ciddi oğlan imişsən. Kimi? Söz atardımdan ama. Söz atardım, deyərdim, Aslı'nın qardaşın yoxdur. Mənim onun düşmən sözlər yadımdan çıxıb. Yadımda deyil. And düşməsin də elə şey olur. Sən elə bir günə ki, sən uşaqlığını qoyursan arxada,
dövlətinə, millətinə, xalqına, anana, atana, vətəninə sən and içirsən, silahını qoruyursan, sən bunu and içməli məcburiyyətindəsən. Vətəninə and içirsən sən bunu, bayrağına and içirsən. Başa düşdün? Salam, necəsən? Sən and içirsən ki, vətənini qoruyasan. Bəs sən elə bir şey deyil, əskərliyi sən hafifə alma, uşaq oyuncağı deyil. Yaxşı ol, necə? Bir 5 manat satı sən əskərdə oluna, bir 5 manat, 4 manat gülüyə verərəm. Sana göndərər siqaret pulu. 1 manat saat böyle. Oturarım canlıda kart paylaşırım. Diğer necə atar pul yığırıq. 1 manat, 2 manat, 3 manatını baxarıq da. Sən də gidib 30 qəpiyə bir də 140 olarsan. Hər gün üzünü 40 astan. Köramış köraşlayacaqdan şeyin 140-nın. Nədir o? 30 qəpili 140-nın köramalı olacaq. 40-mayacaq. Hər gün təsəvvür gəlib əlini belə çəkəcək üzünü. Bir damcı əlinə nəsə dəyəcək, deyəcək tez get təzdən 40. Cəvərli çox sağ ol. Qoxuna da yatmıram, yox. 5 manatdan, sənlə gedirik qaydına 1 il gedəcək də. Bu, məktəbə oxuyaq. Məktəbə oxuyanlar 1 il gedir, oxumayanlar 1 il 6 ay. İndi bunu şey deyəcəm. İndi məsələn 1 il 6 ay 1 il ərzində bir 5 manat göndərərəm. Gülüyə deyərəm. Mən Gülüyə verirəm, Gül də ona verər. Gedənə kimi nazirlətdən icat haqqı tüyükdə çoxdur. Evim yıxıldı. Mənim üzümdə mən əskəri gedəndə uşaq idim, 17-18 yaşım var idi. Üzümdə tük azı idi, yox idi. Birdən ağı idim deyənə üzümdəki tüklər qara-qara bilinirdi belə-belə, bax belə-belə. Onu məcbur, ya Allah, üzüm qan bağlı. Bütün günü qaşıyırdım, təsəvvür elə. Özdə necə çalış, gecə fürsətdən istifadə eləyib, gecə üzümü qırxma ki, o bir damcı vaxt tapdım, qoy gecə üzümü qırxım, sər-sər tez durub üzümü qırxmayım da, tez bazda hər şey qaça-qaça olur axım. Ona ki, sər-sər qırx, gecə qırxıb yatırsan, bir damcı da olsa çıxır, sər-sər qırx. Az lazerə gedəcək, sonra yenə başlayacaqdan tüklənməyə, nə fərqi var? $12 manat eləyir, ayda 1 manat da verəcəklər dana maaşını, əskər maaşı var. Maaşını verəcək dana dövlət. Orada desin saat 10'da yatıb, səhər saat 6'ya 1 dəqiqə qalmış durursan, ya 2 dəqiqə qalmış. Belədir də, səhv eləmirəm. Şəqət eləyəcəklər, mahnı oxuyacaqlar, əskər mahnıları. Neçə manat maaş? Bilmirəm, mənim vaxtımda da son 11 manat idi, 2013-cü ildə. İndi bilmirəm. Mən nə tanıyıram ay arzular səni? Bütün Respublika TikTok paylaşdı il günün yasını. Fil yuxusundaydım. İndi deyəsəm, bilmirəm, yalan deyərəm. O vaxt mən o əskərdən 11 idi. Onda 11 manat ara, 18 manat arada. Bir də necə hər həftə, hər 6 bazar günü saat corab verəcəklər. Təzə beliyo verəcəklər altdan giyinməyə, məsələn qışdasınsa. Yayda da verirlər, əslində qolu kəsik, nəzik verirlər. Formanın altından giyinirsən. Qışda 2 dənə corab verəcəklər, yayda 1 dənə. 40 manat desən çavuşlar alır. Həftədə bir dəfə corab verirlər. Dəyişirsiniz. O corabını sənə verirlər həftədə. O hər gün verildiyin corabı sən yuyursan. Yuyursan axşam çıxardan da yuyursan, asırsan kravatının başının üstündən. Səhər tezdən səhərə kimi qoruyur, səhər durub geyinirsən.
Təzə corab verirlər də həftədə bir dəfə. Bir də əskər corabı təmiz pambıq olur ha. Ayaqsa miləndirmək olmur. Həftədə bir dəfə. Çiməndən çimədə də. Həftədə bir dəfə içmirsən axı məskərlikdə. Mənim oğlu məskərdə özüm alıb aparırım. Ne diyeyim? Niye alıp yaparsan ki? Sonra pulsuz da devlet verir. Her şey devlet verir. Formanda devlet verir. Üzgürxanına da devlet verir. Ondan sonra piyananga da devlet verir. Diş pastanga da, diş şortkanga da. Ondan sonra yemeğini de. Ondan sonra her şeyini saçında orada əskərə birbirinizin saçını qırxırsınız belə. Her şey devlet təmin ediyor. Əskər yeməkləri təbii ki dadlı olur. Sən burada tapmadan yeməklər orada var. Balıq, malıq, nə bilim, hər şey. Orada enerjili yeməklər verirlər də, kalorili yeməklər verirlər. Doğa, böyle. Yazdan düşmür. Orada yeməklər kalorili olur. Çünkü enerji sərf eləyir sana. Yaxşı, çox sağ ol. Ama mütləq yenə də nizamnaməyə gir bax, Nicat. Şeyi örgən. Şeyi örgən. Andicməni zadı əzbərlə, indidən orada çətin olar sənin üçün. Sonra nizamnamədə bax da, indi əskər nizamnaməsi yaz, haradasa bəlkə də gələr, YouTube'da var, bilmirəm amma. Yaz əskər nizamnaməsi gəlsin də. Hər gün çıxasınız patinka ilə, bax belə, Nicat, bax belə. Ələ qədər qoyasdan belə. Ama Nicat, bax. Ayağını tavanını vurma yerə. Farkozun yaranacaq. Şişib olasan bu boyda. Ayağının ucunu vur. Yaxşı qadın alım. Bax orada sana öyrədə şeylər. Tavanı yerə vurmaq olmaz. Ayağın ucunu, bax belə. Ayağın ucunu vuranda həm də möhkəm şappıldayır. Şap. Belə. Komandir səni çağıranda qaça git yanına. 3 addım qalmış, dayanırsan, şaqat eləyə qaçırsan yanına 5 addım, 3 addım komandirə uzaq durursan, 3 addım. Komandirə 3 addım yaxınlaşmırsan, uzaqdan yaxınlaşırsan. Sözünü 3 addım məsafədən deyirsən. Senin onsuz da günün Paskuda şeysən. Senin onsuz da günün şeydə keçəcək. Hospitalda. Bütün günü krip, qızdırma, fizyo. Bıraxmırlar. Bir damcı qızdırman oldu uşaqlar. Bıraxmırlar əskərlərin içinə. Yəni bir nəfərin o qızdırmasından ötürü bütün əskərləri təhlükə altına almırlar. Elə bütün günü səninki hospitalda keçəcək elə sənin günün. Yox, mən səhv dedim, Paskuda. Paskuda tez xəstələnənlər nə deyirlər Paskuda uşaqlar? Nə deyirlər ona? Çuxotka? Yox, rus dilində. Mən səhv dedim dərsdən. Paskuda nədir? Nə bilim, tez xəstələnənlər nə deyirlər? Pasiyak, aysa pasiyak.
Millət gülüşdü. Ay Allah, pəncərəm açıqdı. Qara gününü, hazırlaş qara günlərinə. Azıq pasiyak şeyə deyirlər, natəmiz adamlara deyirlər. Xəstələn adama nə deyirlər, onu deyim ha. Prastuda. Prastuga. Ay, sağ ol ondan. Leyla, çok sağ ol. Ged otur dərdin ağla. Mən sənin yerin olsam gecələr yatmazdım, səhərə kimi fikirləşərdim. Özdə sən, Gədəbəydən indi sən buralara yaxın yerə düşərsən bəlkə də, ya Bakıya düşərsən əskərliyə, bilmirəm. Ədəd Gədəbəy toz nədə yeni şeydən? Naxçıvan çox sağ ol. Çöldə geçişi sərin hava var uşaqlar. Sakit və sərin. Bugün 26 dərəcə isti var idi. Bərdədə günəşli. Günəşli, bulutlu. Yarın nə kadar olacaq bilmiyorum. Necə, nə bilim, neçə kilometrsə uzaq olmalısan, bilmirəm. Öz yaşadığın yerdən. Karantin dövrü olur da, o bırakmırlar. İndi birdən əskərlikdə olanda fikirləşərsən ki, mən əskərlikdən gələndə, məsələn, əskərliyin bitirib gələrəm, ay bilə canlasacam, canlımda 10.000 adam olacaq, belə falan. Fikirləşmə ha bunu, türməyinə əskərlik fərqli şeylərdir, qada qalıb. Yaxşı. Unulacaqlar səni. Hamı unudacaq. Heç canına 2 nəfər, 1 nəfər gəlsə sevinəsən, deyəsən, ha, təzədən, yenidən başlayasan TikTok'a. Amma bir şey yaxşı, TikTok'un bütün spamların hamısı təmizlənəcək bir ildə. Bax, birdən videozat paylaşarsan, ha, orada qətti şəkildə. Sadəsəlerdəki heç kim bilməyəcək, falan filan. Qətti şəkildə cinayət işi açarlar sana, xadır. Qayıdıb gələndən sonra çəkərsən, paylaşarsın. Orada çəkdiklərini qayıdandan sonra paylaşarsın. Orada hər bir şey cinayətdir, bunu deyimsə, bunu qulağına sırq elə. Orada gedən kimi da maye, nə bilim, qardaş, mardaş yoxdur ha. Yoldaş əskər, yoldaş gizir, yoldaş kapitan, yoldaş polkovnik, yoldaş general, nə bilim, indi baxırsan da orada ona uyğun hərəkət eləyəsən. Pagonlarına baxıb tanıyasın. 4 ulduz kapitandır. Ağalarıva çox sağ ol, Gülnar çox sağ ol. Keçir telefonum, uşaqlar zərəkəm keçir. Cənab yoxsa yoldaş? Yoldaş qalıb 41-45-də, cənab. Yoldaş əskər, rütbəliləri də cənab. Əskərləri dəsən yoldaşdır indi, rütbəliləri də cənabdır. Salam.
Bəllərin hamısı cənab deyir. Çox sağ ol ağalarım. Neyse git Nicat, git gününü ağla, günlerini say, saniyelerini say. Cənab bir dənə də o da bilirsiniz kimdir. Xeyr, hərbidə bütün komandirlərin sən cənab deyəsən. Cənab general, cənab leytenant, cənab məsəl üçün gizir, cənab Maqi, hamısına cənab deyəsən. Onlar mənə nə deyəcək? Yoldaş əskər. 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 Bax sağ deyim ha. Patinkanın üstüne işarə qoy. Mütləq. Çünki hamı patinkasını soyunur, bir yerə düzmək məcburiyyətindədir. Elə bir məsəl üçün kazarmanın koridorunda düzəsiz patinkalarınızı. Kazarmaya da yatdığın yerə qoymayasın. Orada çünki iylənir. Hamının patinkası iyi verir, iylənir. Ona görə də hamı koridora yığasınız. Eşitsən məni. Orada sər-sər durub, indi baxacaqlardan görəcəklər kiminki yaxşıdır, təzə qalıbdır, tez onu geyinim. Hər şeydə ayın-bayın, indi razmerinə baxacaqlar, görəcəklər səndən eyni razmerdir. Biri onu da gördün, getdi əqqabım, özününkünün cındır qalıb orada, səninki getdi. Ona görə də işarə qoy üstünə, kimsə gördün, gid axtar, axtar tap. İylənmirdi Nasku. Niyə iylənən ayaqlar var da? Nasku təmiz qəşək corablar verirlər. Nə? Tima profilinin qabağına cənab qoy. Xeyr. Sen təmiz adam, necə özürdün? Yo da örgəşirsən də. Qazar, mən ilk dəfə gedəndə, sonra da ima çatmadı. İlk dəfə təzə gedəndə kazarmaya girəndə mən cücə isi gəlirdi uşağa, cücə. Hamısı uşaqda, hamısı cücə isi gəlirdi. Sonra da örgəşdim də, o ima çatmadı. Giyinirdi. Çorabı heç kim giymir, təzə çorab giyindirlər amma. O da bilsin ki, o tanışı Belyonun başqası giyinirdi. Yuyular təzdən verirlər də. Yir dərdin ağlı. Yir günün ağlı, dərdin ağlı. Yazıq, bedi bed. Yeri bitlərinin dərdini çəkə, gələcək bitlərinin. Keçər. Mağlaq eləyirdiniz ya, burada keçər. Görərik indi sən, bir keçəli bir də sən alasın orada. Keçər. İndən başına keçərlə ha. Həmişə qıraqları 1 olacaq, üstü də 2 olacaq. Yadından çıxartma bunu. Və yaxud da ki 1, 3. Yəni o yəni ondan artıq olmur. 4, 5, 6, 9. Nə qrup, nədir? Bağla danışaq, yataq, yaxşı.
Depresiya düşsün də ona, depresiya düşməlidir. Onu mən də yaşamışım, o da yaşasın da ona. Neyse, xaldinik qurulduyur. Acıqdır. Dadını çıxart ha, bu günlərinin, gözəl günlərinin dadını çıxart. Xaldinik Ajov. Getdim aşıqlar, gecəniz xeyrə qalsın, Allah amanında. Bağlamaq istəmirəm heç canlını. İyi gecələr. Məni takip eləməyənlər takip eləsin. Canlı yayım açanda sizə bildiriş gəlsin. İnşallah səhər görüşərik. Allah amanında, gecəniz xeyrə qalsın. İnşallah səhər yuxudan durub dünyanın ən gözəl sözlərini eşidərsiniz.